Salam, hər vaxtınız xeyir olsun. 9 oktyabr müsahibələrimiz öz axarında davam edir. Bu gün də müəllimlərimizə müsahibədə maraqlı suallar verilib. Çalışacağam həmin sualları izah edeyim. Əgər izahların ardının gəlməyini istəyirsinizsə, bəyənib paylaşmağı, həmçinin kanala abunə olmağı unutmayın ki, izahlar yerləşdiriləndə sizlərə bildiriş halında gəlsin. Bundan əlavə qeyd edeyim ki, bu gün sizlərdən, bu izahı izləyənlərdən kimlərsə müsahibədə olubsa, rəy hissəsinə onlara hansı daha fərqli suallar verilib, mütləq şəkildə yazsın ki, bundan sonraki günlər müsahibəyə gedəcək olanlara dəstək olsun. İndi mən sizə bugün mənə çatan sualları izah edəcəm. Başlayaq birinci sualımızdan. Demək olar ki, bir çox yoldaşa bu sual bugün verilib. Sual belədir ki, yeni işə qəbul olmuş yoldaşınıza nə tövsiyə edərsiniz? Təbii ki, belə demək olar ki, yeni işə başlayan həmkarıma İlk növbədə məktəbin daxili nizam-intizam qaydalarını, kollektivin bir növ belə deyək, ümumi tədris planlarını, bunları yaxından tanış olmasını tövsiyə edərəm. Sonra şagirdlərlə mehriban, amma eyni zamanda prinsipial münasibət qurmağı, müasir təlim metodlarından istifadə eləməyi, tutaq ki, interaktiv tapşırıqlardır. Yəni bir çox müasir interaktiv təlim metodları var. Onlardan istifadə etməyə məsləhət görərəm. Çünki o istər-istəməz yeni yoldaşdır. Ola bilər ki, hər hansı bir nədəsə köməyə ehtiyacı olar. Çalışaram ki, bunları öncədən o mənə deməmişdən belə onu başa salım. Əlavə olaraq müəllimlər arasında əməkdaşlıq, bir-birindən öyrənmə və nə bilim, daim özünü inkişaf üzərində işləməyin vacibliyini vurğulayaram. Yəni müsbət meyarları. Məqsəd də yeni müəllimin məktəb mühitinə tez uyğunlaşması, effektiv dərs mühiti yaratmasıdır. Çünki o məktəb sizin hər gün çalışdığınız, gedib gəldiyiniz məktəb olub. Amma bu şəxs sizə təzə gəlib, ilk dəfədir gəlir ora. İstər-istəməz adaptasiya müddəti var. Adaptasiya müddətində çətinlik çəkə bilər. Məhz bu səbəbdən də biz çalışırıq ki, onunla elə bir münasibət quraq ki, bu problemlər olmasın. Və o daha rahat, tez bir zamanda sinif mühitinə, həmçinin uşaqlara, kollektivə alışsın. Keçək növbəti suala. Konstruktiv rəy ilə bağlı sualdır. Bugün sualın mahiyyəti belə olub ki, konstruktiv rəy nə üçün verilməlidir? Məsələn, bundan əvvəlki günlər soruşulub ki, konstruktiv rəy nədir? Və yaxud hər hansısa bir icmalınızda meyarınıza konstruktiv rəy verin. Bugün isə soruşulub ki, konstruktiv rəy nə üçün verilməlidir? Bu suala da belə cavab vermək olar ki, konstruktiv rəy şagirdin öyrənmə prosesində irəliləməsinə dəstək olmaq üçün verilən rəydir. Yəni bu rəy şagirdi tənqid eləmir, əksinə onun nəyə nail olduğunu və nəyi daha yaxşı edə biləcəyini göstərir. Yəni belə rəy şagirdin özünü qiymətləndirmə bacarığını, motivasiyasını, məsuliyyət hissini artırır. Məsələn, gəlin bir konstruktiv rəy verək. Deyirəm ki, sənin fikrin maraqlıdır. Amma növbəti dəfə arqumentlərini faktlarla əsaslandırsan, daha inandırıcı olar. Yəni görürsünüz, bu cür rəy həm müsbət, həm də istiqamət vericidir. Yəni konstruktiv rəyin mahiyyəti də budur ki, həm istiqamət versin, həm müsbət çalarları vurğulasın, həm də müəyyən çatışmazlıqlar nədəsə varsa, onu aradan götürsün. Bundan əvvəlki izahlarımda demişəm, konstruktiv rəyi verən zaman diqqətli oluruq, müsbət cəhəti vurğuladıq. Bax, dedim, sənin fikrin maraqlıdır. Görürsünüz, müsbət meyarı vurğuladım. Lakin sonra istiqamət vermək üçün dedim ki, sənin bu, məsələn, növbəti dəfə bu arqumentlərində, faktlarında əsaslandırman lazımdır. Ki, yəni sənin danışacağın daha inandırıcı olsun. Yəni istiqamət də verdim. Həm çatışmazlıqlarını dedim ki, yəni arqumentlərində, faktlarda bu nöqsanlar var. Bununla əlavə istiqamət də verdim ki, bunu eləsən daha inandırıcı olar. Görürsünüz, yol göstərən rəydir. Yəni konstruktiv rəy düzgün rəydir, inkişaf etdirici rəydir, idrak fəaliyyətinə yönəlik rəydir. Yəni müsbət çalarları çoxdur. Sonra keçək növbəti suala. Təlim nəticəsi nədir? Bu da aktual bir sualdır. Təlim nəticəsi deyəndə şagirdin təlim prosesini, bir növ belə deyim ki, əsas komponentidir. Niyə? Çünki biz uşaq nəyə nail olacağını, hansı bilik və bacarığa yiyələnəcəyini biz əvvəlcədən müəyyənləşdiririk. Bu təlim nəticəsidir.
Yadınızda saxlayın ki, təlim nəticəsi həm müəllimin fəaliyyətini yönəldir, həm də qiymətləndirmək üçün əsas yaradır. Bəs biz niyə deyirik ki, təlim nəticəsindən, yəni təlim bir növ belə deyək, dərsimizin məqsədindən çıxardırıq meyarı. Bəs niyə qiymətləndirmə meyarı çıxarılır məqsəddən? Qeyd etdiyim kimi, təlim nəticəsi həm müəllimin fəaliyyətini yönləndirir, həm də qiymətləndirmək üçün əsas yaradır. Biz bundan qiymətləndirmə meyarlarımızı müəyyənləşdirə bilirik. İndi keçirik növbəti sualımıza. Şagird suala səhv cavab verərsə nə edərsiniz? Təbii ki, bu normal haldır. Şagirdin səhv cavabına müsbət yanaşaram. Onu tənqid eləmədən düşünməyə istiqamətləndirərəm. Məsələn, deyərəm ki, fikrim maraqlıdır. Amma gəlin bir də baxaq məsələyə, görək başqa variant ola bilərmi? Yəni şagirdi yenidən düşünməyə sövq eləyərəm. Yox, əgər görürəmsə, səhv ümumi xarakter daşıyırsa, ümumi müzakirə apararam. Doğru cavabı bir növ birlikdə tapmağa çalışaram, cəhd eləyərəm ki, uşaq motivasiyadan düşməsin. Yəni məqsəd şagirdin öyrənmə marağını qorumaqdır, səhvdən qorxmamasını təmin eləməkdir. Bir də refleksiya bacarığını inkişaf elətdirməkdir. Yəni biz müəllim olaraq sinifdə ümumiyyətcə dəstəkləyici mühit qurarıqsa, bu faktorlar özünü qoruyub saxlayar. Bundan başqa belə bir sual olub ki, dərsi məqsədini deyin. Birinci bu sual, bunu deyim, sonra buna qayıdacağam. Bu da situativ sualdır. Deməli, müəllimimizdən soruşulub ki, dərsin məqsədini de. Bu da nə deməkdir? Yəni, icmalımızda ümumiyyətcə sizə 5 mövzu verilir də. Həmin o 5 mövzuda siz icmal yazırsınız. Məhz bu icmal da yeni qaydalara əsasən yazıldığı üçün mütləq şəkildə məqsəd hissəsinə diqqətli olursunuz. Məqsəddir, qiymətləndirmə meyarıdır, motivasiyadır. Ümumiyyətlə son günlər müsahibəyə gedəcək olanlar xüsusən icmallara diqqətli olsun. Çünki mən artıq neçə gündür görürəm ki, icmallar soruşulur. Fasilə verilmədən soruşulur da. Ona görə mütləq 5 icmalınızın 5-ini də yazın. Hazırlıqlı gedin ki, yaxşı cavab verə biləsiniz. Deməli dedik ki, daha doğrusu dərsin məqsədi soruşulub. Bundan başqa belə bir sual da olub ki, icmalda istifadə etdiyiniz iş üsullarını sayın. Bir icmalda yox, ümumiyyətlə 5 icmalın 5-də də ta ki bu mövzuda hansı iş üsulunu istifadə eləmisiniz və yaxud o biri mövzuda hansı iş üsulunu istifadə eləmisiniz. Yəni icmallarda olan iş üsullarını deyin. Sonra müəllimimizin biri dedi ki, məndən yox, iş üsulu soruşulmadı. Mənə dedi ki, 5 icmalında olan təlim formalarını de. Hansı təlim formalarıyla qurmusan dərsi? Digər müəllimimiz dedi ki, məndən motivasiyalar soruşuldu. Yəni fikir verirsiniz, ümumilikdə 5-nin 5-ini də əhatə eləyəcək suallar verilir. Bəs icmal yazan zaman nəyə diqqət deyirsinizsə, mənim YouTube kanalımda yazın Gülşən Həşimova icmal. Həmin izaha baxın, qismən də faydalı ola bilər deyə düşünürəm və yaxud indi icmal yazdırmaq istəyirsinizsə 055 280 59 24. Bu nömrəyə yazın, gecə olmamış sizlər üçün fərdi şəkildə icmallar hazırlayıb göndərək, ən azından müsahibəyə hazırlıqlı gedə biləsiniz. Təbii ki, nömrəyə yazacaqsınız, məlumat veriləcək, uyğun olarsa icmalları yazdıracaqsınız və həmin icmallar əsasında hazırlaşıb müsahibəyə yollanacaqsınız. İndi keçək sonuncu bu sualı da izah edeyim. Bu da psixoloji bir sualdır. Soruşulub ki, əgər dərsdə hər hansısa bir şagird bilmədiyi şeyi sizdən soruşmağa çəkinirsə, siz necə edərsiniz ki, şagird çəkinməsin? Belə vəziyyət ilk növbədə bizim sinifimizdə təhlükəsiz mühitin olmadığını göstərir. Yəni, sinifdə dəstəkləyici təhlükəsiz mühit olarsa, şagird niyə çəkinsin? Yəni, şagird fikrini sərbəst istifadə eləməyi bacarmalıdır. Dərsdə səhv etməyin qorxulu bir şey olmadığını izah eləmək lazımdır. Yəni, günü bugün mən də səhv eləyə bilərəm, müəlliməm, nə olsun? Yəni, səhv etməyin bir növ belə deyək ki, öyrənmənin bir hissəsi olduğunu tez-tez vurğulamaq lazımdır. Şagirdlərə deyirəm ki, məsələn, sual vermək, belə deyim ki, ağıllı olmağın əlamətidir. Çünki öyrənmək istəyirik. Yəni, başa salırıq ki, sual verməkdən çəkinməsinlər. Həmçinin hər cavabı yalnız müəllim deyil, siniflə birlikdə axtarırıq. Bundan başqa şagirdin yalnız mən bilmirəm hissi var. Bax, həmin o hissi azaldırıq. Bəzən anonim sual qutusu eləyə bilərik, rəng kartları və yaxud kim istəyirsə adını çəkmədən sual yazsın. Bax, bu tip şeylər eləyib
şagirdin, belə deyərdim ki, ümumilikdə dərs mühitinə inamını artırmaq olar. Yəni tədricən o da çəkinmədən sual verməyə başlayacaq. Yəni məqsəd şagirdin azad, inamlı, aktiv öyrənməsini təmin eləməkdir. Bu da belə. Ümid edirəm ki, bugünkü suallarımın sizə qismən də olsa bir xeyri, faydası dəydi. Əgər bu izahların yerləşdirilməyini istəyirsinizsə, ümumilikdə nəinki müsahibə, bundan sonraki təhsillə bağlı hər bir məlumat bizim kanalda yerləşdirilir. Ona görə abunə olmağı unutmayın, bəyənin, paylaşın. Növbəti izahlarımızda görüşmək ümidi ilə bundan sonraki günlər müsahibəyə gedəcək olan bütün yoldaşlara bol-bol şans, uğur arzulayıram. Sağ olun.